Değerli izleyiciler, salam. Bugün sizə Abuda Bülbül prospekti, xoreografiyanın yanı 3 otaqlı təmirsiz bir mənzil təqdim edirəm. Yəni Padmayakdır. Yerləşməsi çox gözəl, binada bilənlər bilir necə keyfiyyətli binadır. İndi isə mənzillə tanış olaq. İstəsəz bu sökülür. Yəni söküb mənzilə qatmaq olar. Bura belə bir otaq. Mətbəx zal kimi fikirləşilib. O bayaq gördüyümüz onun davamıdır. Bu opşi sökülür. Bu divarı söküb ümumi otağa qatmaq olar. Burada bir dənə balaca bir jetski otaq. Bu divarda sökülür. O mənzillə bu mənzili qatmaq olar. Bayaq dediyim kimi bu hissə var ya, bu hissəni də sökmək olar ki, bu otağa qatmaq üçün. Burayı. Getdik. Bura bir ümumi sanuzel. İstəsəz bu da sökülür. Sökülən divardır yəni. Bu hissələr də sökülür. Burada da 2 dənə sağ-sol yataq otağıdır. Yataq otağının sanuzeli. Yəni kifayət qədər böyükdür. İstəyən sökər, istəyən saxlaya bilər yəni. Qarşısında balkonu. Gördüyünüz kimi, yəni bu divar sökülür də bayaq dedim, yenə də qeyd edirəm. Və keçirik o birisi yataq otağına. Bu yataq otağında belə bir sanuzel var. Yəni yeni bu divar sökülür, istəsəz saxlaya bilərsiniz. Keçdik. Burada bir yataq otağı, yataq otağından da belə bir dəniz mənzərəsi var. Soç gradusi, necə deyərlər. Yəni bu divarda sökülür, sanuzel istəsəz saxlaya bilərsiniz, istəsəz qala bilər.